Herkese salam. Demək bu yeni məsləhətçiləri çəkdiyim artıq ikinci videodur. Birinci videonu yönləndirmişdim sizlər üçün ki, yəni yeni qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetimizə necə daxil olmaq lazımdır, səbətə necə məhsullar əlavə etmək lazımdır və indi isə sizə nəyi göstərmək istəyirəm? 20% ilə 26% indirim, yəni bunların fərqini, yəni ki 50 balın üstünlüyü haqqında məlumat vermək istəyirəm. Gəlin sizə bir şey göstərim. Yəni bunu dildə deyirik hər zaman 50 balın üstünlükləri, lakin görünüş olaraq göstərmək daha yaxşıdır, daha faydalıdır ki, baxın. Burada biz demək 20% indirim, yəni yeni məsləhətçiyik, qeydiyyatdan keçmişik, amma 50 balımızı tamamlamamışıq. Yəni keçən kataloq dövründə qeydiyyatdan keçən bir məsləhətçidir. Artıq birinci addım hədiyyəsini götürüb, indi isə ikinci addım hədiyyəmizi götürəcəyik və gəlin burada biz səbətimizi əlavə elədik, lakin bu məsləhətçi məhsulları 20% endirimdən götürür. Və yəni 50 bal tamam etməmişik. Sadəcə məhsulları 20% endirimdən. Bunun müqayisəsini, fərqini sizə göstərəcəm. Baxın, burada qiymətlərə diqqətlə baxın. Kataloq qiyməti olan bir məhsul və 20% endirimdən gələn qiymət və digər məhsula baxaq. Burada isə gördüyünüz kimi, baxın, bu qiymət və gələn indirim qiyməti 26 manat 75 qəpik görürsünüz. Burada bir haşiyə çıxmaq istəyirəm, sizə kənara çıxmaq istəyirdim ki, bir şeyi də nəzərinizə çatdırım ki, həqiqətən Faberlikdə ƏDV varmı, onu da soruşursunuz. Əlbəttə ki var. Baxın, göz önündə bu qədər ƏDV bizə geri qayıdır. Hansı ki, biz gedib marketlərdən və ya digər yerlərdən 100 manat alış-veriş edirik, cəmi 1 manat, 2 manat bizə ƏDV geri qayıdır. Lakin biz hal-hazırda, baxın, burada gözümüzün önündə Faberlikdə 33 manat 17 qəpiklik məhsula 26 manat 75 qəpik. Bu isə 20% endirimlə, yəni bu qiymətə düşür. Bu da bizə cəmi təxminən 6 manatlıq ƏDV-miz geri qayıdır deməkdir. Yəni təqribi dedim mən. 6 manatlıq ƏDV-miz bizə geri qayıdır. Baxın, görünən möhtəşəm bir şeydir. Bir də siz bunun 20% yox, 26% endirimlə götürsəz, nə qədər ƏDV sizə geri dönüş edər, ona da bir sonraki videomuzda, daha doğrusu bundan sonra indi onu da sizə göstərəcəm. Gəlin burada davam et düyməsini vuraq və 50 balın üstünlüyünü siz özünüz görəcəksiniz ki, burada mütləq yeni məsləhətçilərə aiddir. Mütləq səbətinizə məhsul əlavə etdikdən sonra burada davam et düyməsini vuranda mütləq və mütləq aksiyalar bölümünə baxın. Çünki burada bütün kataloqda olan indirimli məhsulların hər biri burada göz önündədir, göstərilir. Yəni hər birinə diqqət yetirin. Və gəlirik addım hədiyyəmizə. Addım hədiyyəmiz isə bizdə. Baxın, xanımın həm birinci addım hədiyyəsi, həm də ikinci addım hədiyyəsi var. Çox daha möhtəşəmdir. Baxın, start 1 gördüyünüz kimi və ikinci addım hədiyyəsi. Xanım bu addım hədiyyəsini, baxın, burada istədiyi birinci addım hədiyyəsi kataloqun arxasında ətir olduğu üçün bu ətirlərdən yalnız birini seçə bilər 3 qəpiyə. Yəni hansını istəsə seçə bilər. Gəlirik ikinci addım hədiyyəsinə. İkinci addım hədiyyəsində baxın. Demək, biz 50 balımızı tamam etmədiyimizə görə bizə cəmi 9 manata gələcək bu ikinci addım hədiyyəsi. Əgər biz 50 balla getməsək, yəni məhsulları 26% endirimlə götürməsək, 5 addım hədiyyəsinə qədər biz məhsulları cəmi 9 manata götürəcəyik. İndi isə biz bu addım hədiyyəsini necə götürək? Gəlin baxaq. Burada daxil olmuşuq, baxın burada soba təmizləyən. Bunu mütləq seçmək düyməsini vurmaq lazımdır. Sonra gəlirik ikinci hədiyyəyə. Baxın burada da görürsünüz 2.25-ə gəlir. Bunu da seçmək düyməsini vururuq. Sonra gəlir vanna otağını təmizləmək üçün, yəni anti-ər, bizim ən sevimli məhsulumuz. Bunu da seçmək düyməsini vurursunuz və nəhayət dördüncü. Baxın, ikinci addım hədiyyəsində 4 dənə hədiyyəniz var. Çox möhtəşəmdir və bunları bildiyimiz kimi kataloq qiyməti ilə 4.79-a bir dənəsini 4.79 əldə edirik. Lakin şirkət bizə baxın 4 ədəd məhsulu cəmi 9 manata, yəni 20% endirimlə götürdüyümüz üçün. Əgər biz 50 balımızı tamamlasaq, burada sizə nəyi göstərmək istəyirəm? 50 balın möhtəşəm üstünlüyünü. Bəli, seçim etdikdən sonra aşağıda tətbiq et düyməsini vururuq. Məhsullarımız səbətə əlavə olur. Və bir şey də nəzərinizə çatdırım. Əgər biz start proqramını 5 addım, yəni ardıcıl olaraq gəlməyini istəyiriksə, mütləq və mütləq 50 balımızı tamam etmiriksə əgər, deyəlim ki, məsləhətçi 50 balını tamam etməyibdir, 50 balını tutaq ki, az edibdir. Amma mütləq və mütləq addım hədiyyəsini götürmək istəyirsə, 55 manatlıq səbətdə məhsul olmalıdır. Yox, əgər 55 manatdan aşağı olarsa, o zaman məsləhətçinin addım hədiyyəsi qırılacaq. Bəs bu addım hədiyyəsini bərpa etmək mümkündürmü? Əlbəttə ki, mümkündür. Bərpa etmək üçün isə, yəni biz 55 manatlıq sifariş etdik, götürdük. Növbəti dəfə qırılıbsa, növbəti kataloq dövründə 110 manatlıq kataloq qiyməti ilə, baxın, kataloq qiyməti ilə 110 manatlıq məhsul səbətimizə əlavə edirik və addımımız növbəti kataloq dövründə artıq bərpa olur.
İndi isə gəlin demək məhsullarımızı bir də 50 bal etdikdən sonra baxaq. Həm 50 bal edəndən sonra bildiyimiz kimi həm məhsullarımızı 26% endirimdən alırıq, həm də burada artıq addım hədiyyə bizə 9 manata deyil, cəmi 3 manata gələcək. Bir dənə şəxsi kabinetimizə daxil oluruq və buradan artıq səbətimizə şəxsi kabinetə daxil olduqdan sonra səbətimizə gəlirik. Gördüyünüz kimi, baxın, əlavə etmişik. Bu da 50 balın üstünlüklərindən biri odur ki, biz bayaq göstərdiyim məhsulda, baxın, qiymət 20% endirimdən idi. Burada isə qiymətlər 26% endirimdən göstərilir. Bu kataloq qiymətidir, bu isə ambar qiyməti, yəni bizə gələn 26% endirimdən. Və biz addım hədiyyəmizi yeni məsləhətçilər hər zaman soruşurlar ki, addım hədiyyələrimizi bəs necə götürə bilərik, hardan götürə bilərik? Unutmayaq ki, bayaq qeyd etdiyim kimi davam et düyməsini vurduqdan sonra aksiyalar bölümündə açılır bizim start proqramı. Baxın, burada start proqramı sözü var gördüyünüz kimi. Bu start proqramının mütləq aksiyalar bölümündə, baxın, davam et düyməsini vurduqdan sonra aksiyalar bölümü açıldı. Aksiyalar bölümü bayaq qeyd etdiyim kimi bütün bu məhsullara, hansı ki kataloqda olan məhsullar endirimlə gələndə ona görə aksiyalar bölümünə keçid edirik və buradan da mütləq alış-verişimizi edirik. Gəldik aksiyalar bölümünə, aşağıya düşdük. Baxın, start proqramı sözü yazılıb ki, bu bizim addım hədiyyəmizdir. Məsləhətçinin isə 4-cü addım hədiyyəsidir. Gəlin biz burada addım hədiyyələrinə baxaq. 4-cü addım hədiyyəsi. Məsləhətçi demək 50 balını tamamladığı üçün burada olan məhsulları cəmi 3 manata götürəcək. Baxın, həm də 4 ədəd hədiyyəsi. Gündüz kremi, yuyunma geli, gecə kremi və hidrogen parçalar. Bunları necə etmək lazımdır? Mütləq ki, birinci səhifədə baxın, gündüz kremi var. Bunu seçirik. Seçmək sözünü vururuq. Sonra gəlirik ikinciyə, yuyunma gelinə. Yenə seçmək sözünü vururuq. Gəlirik gecə kreminə. Üzərinə vurduqda yenə seçmək sözünü vurduq. Və sonuncu hidrogen parçalar. Bunu da üzərinə seçmək sözünü vurduqda aşağıda tətbiq et düyməsini mütləq vurmaq lazımdır ki, bu məhsullar səbətimizə əlavə olunsun. Bəs gəlin görək, biz bu 4 məhsulu neçəyə götürdük? Cəmi, baxın, 3 manata əldə etdik. Bu da 50 balın möhtəşəm üstünlüklərindən biridir ki, həm biz məhsullarımızı, alış-verişimizi 26% endirimdən əldə edirik, həm də addım hədiyyələrimizi cəmi 3 manata götürə bilirik. Baxın, bu demək, gecə kremi, yəni qiyməti neçə olduğunu bilirsiniz və siz bunu cəmi 75 qəpiyə əldə edirsiniz. Bütün bunların hər birini topladıqda isə cəmi 2 manat 99 qəpik edir.